riyaziyyat həyatda mənə nə lazımdır? Soruşursansa sadəcə izlə. Əgər gələcəkdə sən elə bir iş görəcəksən ki, onu hamı eləyir, düşünməyə, plan qurmağa, qərar verməyə ehtiyac yoxdursa, bəli, o zaman nə riyaziyyat, nə də başqa bir elm sənə lazım deyil. Çünki sən sadəcə göstərişlə işləyən, tapşırıq yerinə yetirən sıradan biri olacaqsan. Amma müəllimlərin və valideynlərin səni sıradan biri kimi görmək istəmir. Onlar istəyir ki, sən bir elmin sahibi olasan. O elm riyaziyyat da ola bilər, fizika, tarix və başqa bir sahədə. Fərqi yoxdur. Əsas odur ki, sən bir biliyə yiyələnəsən. Çünki gələcəkdə həyat səni hansısa bir fürsətlə qarşılaşdıranda, məsələn, öz işini qurmaq, texnologiya yaratmaq ya digərlərindən fərqlənmək istəyəndə sənə bilik lazım olacaq. Məsələn, bir gün öz restoranının olmasını istəyirsən. Sadə görünür, amma alış qiymətləri, gündəlik xərclər, gəlir hesablamaları, reklam üçün strategiyalar, müştəri psixologiyası, hamısı bir qədər riyaziyyat, iqtisadiyyat, psixologiya və ümumi analiz tələb edir. Əgər sən bir elmə yiyələnməsən, bu işlərin heç birində sərbəst ola bilməyəcəksən. Başqalarına möhtac qalacaqsan. Amma bilikli biri olsan, universitet oxumasan belə sən öz yolunu aça bilərsən. Elm səni dəyərli edən, sənə müstəqillik verən əsas silahdır. Seçim sənindir. Gələcəkdə dəyərli və sərbəst bir insan olmaq istəyirsən, ya başqalarının planlarını həyata keçirən biri?